Salam əleykum, əziz və dəyərli izləyicilər. Bu günləri Savroz rayonu Ulacalı kəndi Şəhid Əzizbəy Muradovun şəhadətdə tamamlanan ikinci mərasimidir. Yəni, başa düşəcəyimiz dildə şəhidimizin bu günləri anım tədbiridir. Və bu günləri şəhidimizin evində, ev muzeyində bunu oldum və evindən çəkdim. Çək rəhmət olmasa, şəhidimiz Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı olub. Bunu bir dənə ətraflı olaraq görsədək Çevik Polis Alayı və görürsünüz. Və sonra isə şəhidimizin ev muzeyində şəhidimizin musiqi alətləri var burada. Qarmon. Və sonra isə şəhidimizin sinizatoru olmalıydı burada. İndi harada? Buradadır şəhidimiz. Şəhidimiz Şuşa şəhəri azad olunanda orada gözəl ifa edib. Bax bu piyanoda. Şəhidimizdən bir yadigar olaraq üstünü bağlayıblar ki, tozlanmasın. Allah rəhmət etsin. Bu da şəhidimiz haqqında məqalələr. Sonra Etibar əmim mənə demişdi ki, sən çəkişin xoşuma gəlir. Şəhidimiz 2-ci Qarabağ müharibəsi dövründə erməni silahlı qüvvələrindən bax bu bıçağı müsadirə edib, bununla erməni qanı alıb. Şəhidimizin gördüyünüz kimi buradan medalları, şəhidimizin şəxsi əşyaları, sadı, eynəyi, məzun bayrağı, görürsünüz. Hətta kiçik mobil telefonu da var şəhidimizin. Bu da şəhidimizin uşağının və ailə fotosu. İnanırsınız ki, mən danışa bilmirəm, qəhərlənirəm, kədərlənirəm. Bilmirəm, hardan necə başlayayım. Şəhidimizin burada ev muzeyində, bu da şəhidimizə özəl olaraq məktəblilərin rahatladığı Azərbaycan və Türkiyə bayrağından olan suvenirlər və görürsünüz. Həqiqətən çox çətindir. Şəhidin ev muzeyindən danışmaq çox çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Xatırladıram ki, şəhidimiz Əzizbəy Muradov 3 müharibə görüb, aprel döyüşləri, 2-ci Qarabağ döyüşləri və antiterror əməliyyatı. Şəhidimizin atası Etibar Muradov 1-ci Qarabağ müharibəsində qazi olub, hətta 2-ci dərəcəli əlilliyi var şəhidimizin atası. Valla çox çətindir. Bilmirəm, hardan necə başlayayım və nətər danışım. Yenə zəhmət olsun, sondakı kadrları çəkiş zəhmət olmasa. Buranı da çəkin. Allah sizdən razı olsun ki, sizdə kamera arxasında görünməyən qəhrəmanlarımızdan da biri Kərbəla Fuad Mirzəyev. Çək bunlar. Götürün. Çəkilişi tamamlab tutardım.
Aziz ve hürmetli tədbir iştirakçıları, bilirsiniz ki, bugün 2023-cü ilin məlum antiterror əməliyyatında şəhid olmuş bizim şəhidlərimizdən biri olan polis əməkdaşı Muradov Əzizbəy Etibaroğlu'nun 2-ci il dönümüdür, anım günüdür. Bu münasibətle yığışmışıq bura. Əvvəla sizin hər birinizdə gələn həyatlarınız var olsun. Sizə ailə adından, eləcə də rayonumuzun bütün vətənpərvər insanları adından, döyüşçüləri, həm birinci Qarabağ, həm bütün döyüşçülər adından sizə təşəkkür edirəm. Burada iştirak edib, rayonumuzun rəhbərliyindən, rayon hakimiyyətinin nümayəndəsinin müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndələri burada iştirak edirlər. Burada polis əməkdaşları, polis şöbəmizin, Sabirabad polis şöbəsinin rəhbər işçiləri, burada qonaqlarımız var, digər rayondan şəhid valideynləri gəliblər. Burada bizim təhsil regional təhsil idarəsinin, eləcə də təhsil sektorumuzun nümayəndələri iştirak edirlər. Yəni bir-bir adlarını çəkmirəm. Təbii ki, ən başlıca bizim başımızın tacı olan şəhid valideynləri iştirak edirlər. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi iştirak edir. Bizim kənd məktəbinin kollektivi iştirak edir. Hər birisi salamlayırıq. Gələn həyatlarınız var olsun. Minnətdarlığımızı hörmətli məclis iştirakçıları, xoş gördük hər biriniz. Hər birinizi salamlayıram, hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Bu günləri bizim bura yığışmağımızda məqsəd, səbəb, antiterror şəhidimiz, polis nəfəri Mirzəbəy balamızın il dönümü ilə bağlıdır. Əzbəyin borçlarını istəyirəm. İl dönümü ilə bağlıdır. Bura yığışanlar hamısı. Bura yığışmaqda məqsədləri odur ki, şəhidin yaxınlarına, valideynlərinə başsağlıq versin, onlarla bir yerdə olduqlarını bildirsinlər, dərdlərinə şərik olduqlarını bildirsinlər. Əslində mən də bir şəhid atası kimi Etibar qardaşımla eyni dərddə adamam, şəhid ailələri, hamısı eyni dərd qardaşlardır bir-birinə. Faiq müəllimə minnətdarlığımı bildirmək istəyirəm. Faiq müəllim doğrudan yaxşı məclis aparır, həqiqətən. Amma aparır, ancaq yarımçı belə ləzzət olmur da. Faiq müəllim deyəndə nöqtəsi vergülü hamısı yerində olur. Hamımıza aydındır da bu müharibə necə oldu, necə başladı, hardan yarandı, səbəbkar kim oldu. 4 ilə yaxın müddətdə erməni mənfur bizim bu düşmən qonşularımız bizim torpaqlarımızı hissə-hissə, sonra da 20%-dən çoxun işğal elədi öz havadarlarının köməkliyi ilə. Ancaq bizim o gücümüz yox idi ki, onların havadarları ki vardı, hegemon ölkə, qüvvətli, qüdrətli ölkə. Buna biz heç vaxtı qalib gələ bilməzdik, qabağına çıxa bilməzdik. Biz artıq taktika var, bir də strategiya var. Bizim cənab prezidentimiz strategiyanı, taktikanı elə gözəl bilirdi ki, bax, həmən taktikanın, strategiyanın yerinə yetirilməsi nəticəsində bizim ordumuz qalib gəldi. Nəyin nəticəsində? Əsasən də apardığı uğurlu siyasətin nəticəsində, bizim birliyimizin nəticəsində, adamlarımızın bu sahəyə köklənməyi nəticəsində. 4 ilə yaxın alınan torpaqları bizim hökumətimiz, prezidentimiz, başçımız, şəhidlərimiz, adamlarımız 44 günə geri qaytardı. Biz Şuşaya doğru olmaz. Yani Şuşa bizimdir, Şuşanı elde edeceğiz. Sağ olsun bizim mərd, igid, qorxmaz evlatlarımız, tarix yazan balalarımız, tarix yazdılar. Ama öz adlarında tarixə yazırdılar. 20-ci ildə Cənab Ali Başkomandan əskər irəli komandasıyla bütün Azərbaycan xalqı qalxdı ayağa. Yaşından asılı olmayaraq hər bir kəs biz Cənab Prezident sənin ətrafında sırf birləşib və döyüşə hazır edirlər. Əsas bizim gənclərimiz, bizim könüllülərimiz, biz onu xüsusilə qeyd eləməliyik. Mənim evladım 26 il xidmət eləmiş bir peşəkar zabitdir. Murad bizdə 26 il hərbi paltar, hərbi patika geyməğinə. Amma bizim könüllülərimiz var. Evində anasın, balasın, ailəsini borcu edən bizim könüllərimiz var. Biz öyle qeyd eləməliyik. Bizim gənclərimiz qalxdı ayağa.
Cənab Prezident ətrafında sız birləşdilər. Biz bunları hər bir tədbirdə qeyd eləməli və deməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 20-ci ildə kısa zamanda, yəni 44 gün ərzində bizim 4 rayonumuz tamamilə kəndlərlə birlikdə düşmandan azad olundu. Amma 20-ci ildə 3 rayonumuz Cənab Prezidentin gücü və siyasəti nəticəsində düşmandan azad olundu. Bir güllə atılmadan, bir şəhid verilmədən Ağdam, Laçın, Kəlbəcər 3 rayonumuz düşmandan azad olundu. 23-cü ildə də suverenliğimizi təmin edən əzbə kimi bizim balalarımız bir sutka düşman davam gətirməyib, bizi çəkirdi və ağ bayrağı qaldırdı, təslim oldu. Bu da bizim ordunun, bizim Ali Başkomandanın gücündən xəbər verir. Allah Ali Başkomandanımızı qorusun, Allah ordumuzu qorusun. Ben de öz növbəmdə, ilk növbədə şəhid analarının, şəhid atalarının, burada iştirak edən kənd cəmaatının, məktəbliləri, dövlət nümayəndələrinin hamını salamlayıram. Bayıq müəllim qeyd elədi, terror əməliyyatı zamanı, yəni Sabirabad rayonunun 2 şəhid. Biz Etibar qardaşının hər ikimiz, 1-ci Qarabağ müharibəsinin veteranları yox, qaziləri yox. Ben o gün bir qeyd apardım internetdə, Azərbaycanda 89 nəfər ata qazi, övlad şəhid, onun da ikisi bizim rayonun payına düşüb. Sözümü qısa eləyəcəm. Əsas söz yanınca hava istidir, qoy məktəblilər desin. Biz hər zaman şəhid valideyn olaraq bizlərə söz verilir. Mən istəyirəm ki, bizim çıxışlarımızı biraz qısaldaq, o məktəblilərə verək sözü, kənd cəmaatına verək. Sözlərin olar desinlər də, biz dəfələrlə demişik, eşitmişik. Qoy bu dəfə olar desin, qoy xatirələrin. Ola bilər ki, Etibar qardaş bilmir, amma əzbəylə o xatirələri olan kənd cəmaatında, dostlarında, sinif yoldaşlarında kimsə var. O tək o bilirsə gəlsin, danışsın, hamı bilsin, ola bilsin gözəl xatirələr var. Sağ olun, var olun. Bizim əziz alamız, Əziz bəyin valideynlərini, anasına, atasına başsağlığı verirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Torpağı vətən eləyən oğullar var olsun, salam olsun. Biz də ictimai birliyi olaraq biz şəhidimizin Ocağan istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığı, şücaətinə görə onun atasının fəxri fərmanına təqdim edirik, təltif edirik. Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranların müdafiəsi ictimai birliyinin Sabirabad rayon şöbəsi qəhrəmanlığına təltif olunur. Antiterror əməliyyatında şəhid olan Muradov Əzizbə Etibarovlu döyüşdə göstərdiyi igidliyə və qəhrəmanlığına görə ailəsinə təltif olunur. Hər kəs salamlayıraq. Gələn ayaqlarınız var olsun. Şəhidə qiymət verənlərə mənim ilk sözüm, əlimdə həmişə nə qədər ömrüm varsa, ilk sözüm bu olacaq. Şəhidə qiymət verənlərə Allah özü qiymət versin. Bugün buraya yığışma səbəbimiz Əzizbəy balamızın cənnətdəki 2-ci il dönümüdür. Cənnətə mübarək deyirəm. İgid bala, cənnətə mübarək deyirəm. Toysuz bala. Cənnətə mübarək deyirəm. Gözəl bala. Cənnətüz mübarək deyirəm şəhidlərim. Çıraq söndürən şəhidlər. Evimizi virana qoyan şəhidlərimiz. Məkanınız cənnət, ruhu şad olsun. İmam yollu balalarımız imamlara qonaq olsunlar. Allah bu dünyada bizə nə qədər ömrümüz varsa saf ömür versin. Allahdan ömür istəmirik. Allahdan saf ömür istəyirik. Yəni yataqda yatıb oğul gözləməyə, yataqda yatıb gözümüz qapıda qalmasın ki, oğlumuz gələcək. Çünki çıraq sönmək, oğul itirmək, evin tək oğlunu itirmək bir ayrı dərddir. Sağalmaz yaradır, dözülməz dərddir. Allah biz analara, şəhid analarına safcan, uzun ömür versin. Nə qədər yaşayacaqsınız? Allah bizlərə səbir versin, şəhid analara. Biz ana kimi, bir körpə bala itirmiş ana kimi, mən bu sözü həməşə deyirəm. Deyirəm ki, biz balalarımızın qarşısında həməşə buradayıq. Anası olaraq gələn bütün qonaqlarımızı salamlayıram. Şəhid anaların, ataların, qaziləri, polislərimizi,
dövlət işçilərimizin hamısını, icradan gələn nümayəndələrimizin hamısını salamlayıram. Vaxtlarını ayırıb gəldiklərinə görə onlara öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Mənim balama qiymət verdiklərinə görə. Allah hamımızdan razı olsun. Mən də bu günlərin şəhid Akışının anası olaraq hamınızı salamlayıram. Hamınıza çox sağ olun deyirəm. Başda şəhid valideynləri olmaqla hamını salamlayıram. Minə bacı dediklərimizin, ürəyimizdəki sözlərin hamısını dedi. Mən də evin tək oğlu olan oğluma şəhid Akışın ağayı bitirmişim. İki bacının bir qardaşıdır. O uşaqla uşaq böyüyünə böyüydü. Bizə çox çətindir. Evimizin işığı sönüb, çırağımız sönüb. Bəli, bugün biz Əziz bəy balamızın 2-ci il dönümünə yığışmışıq. Cənnətdəki il dönümü mübarək olsun deyirəm. Gözəl şəhidim, əziz şəhidim, toysuz şəhidim. Bəli, biz analara çox çətindir. Çünki bizim balalarımız can verəndə ana bacı taplayıb. Ürəyindəki Hamını salamlayıram. Şəhid analarımızı, atalarımızı salamlayıram. Allah sizə can sağlığı versin. Allah sizə böyük səbir versin. Mən Şirvan şəhərindən Qarabağ əllərinə Qayğı İctimai Birliyi sədri Abdullayev Bakı. Hamımıza başsağlığı verirəm. Sizə can sağlığı, böyük səbir deyirəm. Bizim baş sədrimiz Fürdun Məmmədov gələ bilmədi. Hər il burada olurdu, bu il gələnmədi. Xahiş edər ki, onun adından da hamımıza başsağlığı verək. Allah hamımıza can sağlığı versin. Böyük səbir versin hamımıza. Şəhid atalara, şəhid analara, qabağınızda baş əyirəm. Allah köməyiniz olsun. Hörmətli tədbir iştirakçıları. Mən də şəhid ailələri başda olmaqla tüm burada iştirak edən qonaqlarımızın hamısına təşəkkür edirəm. Əziz bəy balamıza elə öz baloz kimi ildüqüzə görə mənim yanımdasınız, hamımıza yeni təşəkkür edirəm. Uzaqdan, yaxından gələn qonaqlarımız var. Polislərimiz iş başında bu qəyaları Faiq müəllim vurğuladı. Yəni, həsəxanamızın rektori buradadır, yəni baş həkimi buradadır. Fərqli müəllimgil icra hakimiyyətindən, yəni Müslümgil, hamımıza təşəkkür edirəm. Bir yadımdan çıxsa da, yəni hamımıza təşəkkür edirəm. Çox sağ olun ki, bugünkü gündə mənim yanımdasınız. Mən Vilayət müəllim başda olmaqla Ramin müəllimə dərin təşəkkürümü bildirirəm ki, Qədirov Ramin müəllim həqiqətən də dövləti üçün, xalqı üçün, cəmaatı üçün çalışan insan olub. Çünki o gələndən bizə, yəni mənim borcumdur, mən tək elə oğlum polisdən şəhid olduğuna görə demirəm bunu. Yəni mən bir adi vətəndaş kimi görürəm ki, nə qədər narkomaniyanın sayı azalıb, erkən nikahların sayı azalıb, özbaşınalıqlar azalıb, oğurluqlar azalıb. Biz burada bunu demək üçün gəlmişik bura ki, təşəkkür edirik ki, bizim güc strukturumuza təşəkkür edirik ki, bizim bu cürünə keşiyimizi çəkirlər, bizə qiymət verirlər. O balalarının yanına vaxtında ola bilməyən polislərimiz, Allah qorusun hamımızı. Nə qədər güc strukturunda işləyən, xidmətdə dövlətimizin başçısı, ölkəmizin başçısı, cənab prezidentimizə kömək eləyən, güc strukturunda işləyən dövlət işçiləri var. Hamısına buradan təşəkkür edirəm. Allah işlərin avan diləsin. Yəni Əziz bəy balamızla bildiyiniz kimi 8 nəfər şəhid polis heyəti ilə antidoping əməliyyatında o zaman 5 nəfər kəndi səxiyyə eləyərək oradan erməni divensatlarını çıxartmışlar. Onların çox böyük əməyi Millətimizin üzərinə olsun inşallah. Bu günləri buraya yığışmamızın səbəbi məlumdur. Şəhidlərimizin bu günləri biz ziyarət edirik. Onların sayəsində bu günləri biz bu torpaqlarda azad və qürurlu yaşayırıq. Şanlı bayrağımızı doğma vətənimizin hər bir ülkəsində, hər bir yerində, hər bir qarışında dalğalandırma bizlərə nəsib eləyən uca yaradana sonsuz şükürlər olsun inşallah. Bu fəxarəti bizlərə yaşadan şəhidlərin ruhu qarşısında baş əyir, şəhid valideynlərinin əllərindən öpür, şəhid atalarının,
bağrıma basıram. Her bir şehit bizim için bir bayrak, bir tarih, bir duadır. Onların sayesinde bugünleri biz bu torpaqlarda azad surətdə yaşayırıq, gururlu yaşayırıq, başımız dik gəzə bilirik. Bu şəhidlərimizin, müzəffər ordumuzun, Ali Başkomandanımızın uzaq görevliyi sayəsində baş verib bu günləri. Mən bu günləri burada iştirak edən Çevik Polis Arayının əməkdaşlarına da öz təşəkkürümü bildirirəm. Başda vilayət müəllim olmaq şərti ilə, Çevik Polis Arayının komandanlığı olmaq şərti ilə ki, vaxt tapırlar, bu uzun məsafəni qət edib gəlirlər. Bizim evladımızı Əziz bəyin xatirəsini yad eləmək üçün. Gələn əyalarımız var olsun inşallah. Yas verdi, polis bala Əziz bəy, tarix bizə dərs verdi, şəhid bala Əziz bəy. Şadan gəldi səsin, düşmənlərin öldü sənin, yaxandakı cüt-cüt medal, zəfərin oldu sənin. Düşmənlərin gizli yerdə durdu sənin, gözlərini 17 gün yumdu sənin. Gülər üzün yaman yerdə soldu sənin. Polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Tabut üstə xonçaların məzarı var getdi sənin. Cansız ağacda fələtin, bayraqdan oldu sənin. Polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Yatdığın yer cənnət olsun, çiynindən mələkləmə, ölmüşəm. Sizlər üçün canımı fəda etmişəm. Əziz bəy oğlumla fəxr elana. Şəhidlik elə bir zirvədir ana, onu təsdiq edir uca yaradan. Mənəm şərəfimlə bayrağı ucaldan, Əziz bəy oğlumla fəxr elana. Tarixdən adımız silinməyəcək, bayrağımız bir daha heç enməyəcək, yanan çırağımız heç sönməyəcək, Əziz bəy oğlunla fəxr elana. Düşün məni, dinlə biraz, millərin son nəfəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman. Düşmənə dirənən aman, o odunun məhdəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarətli, o mərd duruş. Kimsə tez unudulmuş, o hərbin xatirəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Dərs verdi, şəhid bala Əziz bəy. Şadan gəldi səsin, düşmənlərin öldü sənin. Yaxandakı cüt-cüt medal, zəfərin oldu sənin. Düşmənlərin gizli yerdə durdu sənin, gözlərini 17 gün yumdu sənin. Gülər üzün yaman yerdə soldu sənin. Polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Tabut üstə xonçaların məzarı var getdi sənin. Cansız ağacda fələtin, bayraqdan oldu sənin. Polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Yatdığın yer cənnət olsun, çiynindən mələkləmə, ölmüşəm. Sizlər üçün canımı fəda etmişəm. Əziz bəy oğlumla fəxr elana. Şəhidlik elə bir zirvədir ana, onu təsdiq edir uca yaradan. Mənəm şərəfimlə bayrağı ucaldan, Əziz bəy oğlumla fəxr elana. Tarixdən adımız silinməyəcək, bayrağımız bir daha heç enməyəcək, yanan çırağımız heç sönməyəcək, Əziz bəy oğlunla fəxr elana. Düşün məni, dinlə biraz, millərin son nəfəsiyəm. Bugün torpaq altında
səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dirənən aman. O odunun məhdəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş. Cəsarətli, o mərd duruş. Kimsə tez unudulmuş. O hərbin xatirəsiyəm. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.